Salam, hər vaxtınız xeyir əziz dinləyicilər. Unudulmuş bir adamın hekayəsinə qulaq asaq. Nikolay Gogolun Şineli. Sadə bir məmurun səssiz və kədərli taleyindən bəhs edən bir əsərdir. Gəlin Akaki Akakiyeviçin dünyasına daxil olaq. Nikolay Gogol Şinel. Bir departmentdə. Ancaq yaxşısı budur departmentin adını söyləməyək. Dünyada cürbəcür departmentlərdən, polklardan, dəftərxanalardan və sözün qısası hər cür mənsəb sahiblərindən qorxulu bir şey yoxdur. İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır. Deyirlər ki, lap bu yaxınlarda adı yadımda olmayan bir şəhərin kapitan İspravnikindən belə bir ərzə gəlmişdir. Həmin ərzədə o dövlət qərarlarının tələf olduğunu və onun müqəddəs adının tamamilə saymazyana çəkildiyini açıq-aydın izah edir. O, öz ərizəsinə dəlil olaraq yekə bir cild romantik əsər də əlavə etmişdir. Bu əsərdə hər 10 səhifədən bir kapitan İspravnik bəzi yerlərdə hətta tamamilə sərxoş halda zahir olur. Buna görə də yaxşısı budur, hər cür anlaşılmazlıqlara yol verməmək üçün əhvalat vaqe olan departmenti biz eləcə bir department adlandıraq. Bəli, bir departmentdə bir məmur qulluq edirdi. Demək olmaz ki, bu məmur çox gözəldir. Boyu alçaq, üzü bir qədər çopur, bir qədər kürəndər, hətta zahirdən bir qədər körüş, alın tərəfdən bir balaca daz, hər iki yanağı qırışıqlı və üzünün rəngi də babasil xəstələrinin üzünün rəngində idi. Nə çarə, təqsir Peterburqun iqlimindədir. Rütbəsinə gəlincə, zira bizdə hər şeydən əvvəl rütbəni bildirmək lazımdır. O daimi titulyarını sovetnik deyilən bir rütbə sahibi idi. Məlum olduğu kimi, bu rütbəyə mənsub adamların acizlər üstünə hücum etmək kimi tərifə layiq bir vərdiş sahibi olan cürbəcür yazıçılar doyunca lağa qoymuş və istehza etmişlər. Məmurun familiyası Başmakçin idi. Elə adın özündən də məlumdur ki, bu ad bir zaman başmaqdan əmələ gəlmişdir. Ancaq bu adın başmaqdan nə zaman, hansı vaxtda və nə cür əmələ gəldiyi barədə heç bir şey məlum deyil. Başmakçinlərin ataları da, babaları da, hətta qayınları da həmişə uzun boğaz çəkmə geyinmişdilər. Yalnız ildə 3 dəfə çəkmələrinin altını yamatdırardılar. Həmin məmurun adı Akaki Akakiyeviç idi. Bəlkə bu ad oxuyucuya bir qədər qəribə və uydurma kimi görünə bilər. Ancaq oxucunu əmin etmək olar ki, bu adı əsla uydurmamışlar. Öz-özlüyündə elə bir şərait yaranmışdı ki, ona əsla başqa ad vermək mümkün deyildi və bu əhvalat belə baş vermişdi. Akaki Akakiyeviç, əgər yaddaşımız bizi aldatmırsa, 23 mart gecəsi anadan olmuşdu. Bir məmur arvadı və çox yaxşı bir arvad olan rəhmətlik anası qayda üzrə uşağı xaç suyuna salıb ona ad qoymağa hazırlaşdı. Onun anası hələ qapının ağzındakı çarpayının üstündə uzanmış və onun sağ əlində uşağın kirvəsi çox yaxşı bir adam olan və senatda şöbə müdiri vəzifəsində işləyən İvan İvanoviç Yeroşkin və kirvə qadın kvartal zabitinin arvadı, çox nadir gözəl sifətlərə malik bir arvad olan Arina Semyonova Belabruşka durmuşdu. Uşağın anasına bu 3 addan birini seçməyi təklif etdilər. Mokki, Sosi və ya uşağa cəfakeş Xozdatın adını qoysunlar. Rəhmətli arvad fikirləşdi ki, yox, bunlar hamısı bir təhər adlardır. Onun könlünü almaq üçün təqvimin başqa bir yerini daha açdılar. Yenə 3 ad çıxdı. Trifli, Dulla və Varaxasi. Qarı dillənib dedi ki, bu lap bəladır ki, hamısı elə bir təhər adlardır ki, düzü mən heç belə ad eşitməmişəm. Yenə Varadat və ya Varux olsaydı bir şey idi. Yoxsa Trifli, Varaxasi nədir? Təqvimin bir vərəqində çevirdilər. Bu adlar çıxdı. Pavishaki və Vaxtisi. Qarı dillənib dedi ki, yox, daha mən görürəm ki, bu uşağın bəxti belədir. İndi ki, belə oldu, heç olmasa qoy elə atasının adını qoyaq. Atası Akaki idi, qoy oğlu da Akaki olsun. Beləliklə də Akaki Akakiyeviç əmələ gəldi. Uşağı xaçlayıb ad qoydular. Bu zaman uşaq ağlayıb üz-gözünü elə büzüşdürürdü ki, elə bil titulyarını sovetnik olacağını əvvəlcədən duymuşdu. Bəli, bütün bunlar bax belə baş vermişdi. Biz bütün bunları ona görə qeyd edirik ki,
oxucu bunun tamamilə zəruri bir halda əmələ gəldiyini və uşağa başqa ad vermək heç bir cür mümkün olmadığını görə bilsin. Onun departamentə nə vaxt və necə daxil olduğunu və onu bura kim təyin etdiyini heç bir kəs yadına gətirə bilmir. Burada xeyli direktor və cürbəcür naçalniklər dəyişmişsə də, onu həmişə həmin yerdə, həmin vəziyyətdə, yazı məmuru vəzifəsində görmüşdülər. Belə ki, sonra hamı bu fikrə gəlmişdi ki, görünür bu adam anadan tamamilə hazır bir halda, əynində vismundir və təpəsi daz bir halda doğulmuşdur. Departamentdə ona heç bir hörmət edilməzdi. O gəlib keçəndə qapıçılar nəinki yerlərindən durmazdılar, hətta ona sarı baxmazdılar belə. Elə bil ki, qəbul otağında eləcə bir milçək uçub getdi. Naçalniklər onunla birtəhər soyuq zalimanə rəftar edirdilər. Şöbə müdiri köməkçilərindən biri kağızı düz onun burnuna soxar, hətta heç nə deməzdi ki, üzünü köçürün və ya bu tür maraqlı, yaxşıca bir işdir, yaxud yaxşı tərbiyəli idarələrdə olduğu kimi başqa bir xoş söz də deməzdilər. O da kağızı alıb yalnız kağıza baxardı. Ona kağızı kim verdiyinə və həmin adamın buna ixtiyarı olub-olmadığına da əsla baxmazdı. O kağızı alıb həmin saat onu yazmağa hazırlaşırdı. Gənc məmurlar onu lağa qoyub dəftərxanalarda mümkün olan dərəcədə hazır cavablıqla ona sataşar, elə oradaca öz yanında onun barəsində və 70 yaşında bir qarı olan ev xanımı barəsində düzəltdikləri cürbəcür rəvayətləri danışar, deyərdilər ki, güya qarı onu döyür. Toyları nə vaxt olacağını soruşar və onun başına kağız qırıntılar səbib bunu qar adlandırardılar. Ancaq Akaki Akakiyeviç bütün bunlara bircə sözlə də cavab verməzdi. Elə bil ki, onun qabağında heç bir kəs yoxdur, bu vəziyyət hətta onun işləməsinə də təsir etməzdi. Bütün bu haykü içərisində o yazıda bircə səhv də buraxmazdı. Yalnız zarafat həddən dözülməz bir hal aldıqda, onun böyründən itələyib işləməsinə mane olduqları zaman o deyərdi, məndən əl çəkin, məni niyə incidirsiniz? Onun sözlərində, səsində və bu sözləri ifadə etməsində nəsə qəribə bir şey var idi. Bu səsdə adamı rəhmə gətirən elə bir şey var idi ki, işə yeni girmiş və başqaları kimi Akaki Akakiyeviçə istehza etməkdə olan bir gənc birdən-birə oxla vurulmuş kimi donub qaldı. Və o vaxtdan bəri sanki hər şey onun nəzərində dəyişib başqa cür göründü. Ədəb ərkanlı və kübar aləminə məxsus adamlar bilib, tanış olduğu yoldaşlarından onun nə isə qeyri-təbii bir qüvvə uzaqlaşdırdı. Sonra uzun bir müddət ən şən dəqiqələrdə belə onun gözünün qabağında alçaq boylu və təpəsi daz bir məmur görünüb təsirli sözlərlə məndən əl çəkin, məni niyə incidirsiniz deyərdi və bu təsirli sözlərdə sanki başqa bir məna vardı. Mən sənin qardaşınam. Həmin bu gənc insandan nə qədər çox insaniyyətsizlik olduğunu, kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir çobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda nə qədər sərt bir çobudluq olduğunu görüb öz ömründə sonralar da çox dəfə sarsılmışdı. Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canla başla xidmət etdiyini söyləmək azdır. Yox, o eşqlə xidmət edirdi. Orada bu üzünü köçürmək işində onun nə isə özünə məxsus çox növlü və xoş bir aləm görünürdü. Onun üzündə ləzzət əlamətləri zahir olurdu. Bəzi hərflər onun çox sevdiyi hərflər idi. Bu hərflərə rast gəldikdə o tamamilə özündən çıxardı. Həm yavaşcadan gülər, həm göz vurar, həm də dodaqları ilə yazmağa kömək edərdi. Belə ki, onun qələmi ilə yazdığı hər bir hərfi üzündən oxumaq olardı. Əgər ona öz ciddi cəhdinə görə mükafat verilmiş olsaydı, bəlkə də öz təzyiqinə rəğmən hətta statistiki sovetnik də ola bilərdi. Lakin onun istehza edən yoldaşlarının söylədikləri kimi, o bu xidmət sayəsində yalnız bir rəsmi məmurluq nişanı, bir də babasil qazanmışdı. Amma demək olmaz ki, ona heç bir diqqət yetirilmirdi. Əslində mehriban bir adam olan bir direktor Akaki Akakiyeviçi uzun müddət xidmət etdiyinə görə mükafatlandırmaq arzusu ilə əmr etmişdi ki, ona adi üzünü köçürmədən daha əhəmiyyətli bir iş tapşırsınlar və ona tapşırılmışdı ki, hazır bir iş barəsində başqa bir idarəyə bir təliqə yazsın. İş yalnız bundan ibarət idi ki, yalnız başlığı dəyişib
və bəzi yerlərdə feilləri birinci şəxsdən üçüncü şəxsə keçirməli idi. Bu iş onun üçün elə bir çətinlik törətdi ki, onu tamamilə tər bastı. O alnının tərini silə-silə nəhayət dedi ki, yox, yaxşısı budur mənə bir şey verin, üzünü köçürüm. O vaxtdan bəri onu həmişəlik üzünü köçürmə işində qoydular. Onun üçün bu üzünü köçürmə işindən başqa heç bir iş yox idi. O öz paltarı barəsində əsla fikirləşməzdi. Onun vismundiri yaşıl deyil, nəsə unlu, sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi. Belə ki, boğazı uzun olmadığı halda yaxalığından kənara çıxıb Rus xaricilərinin başlarında onun daşıdıqları başları yırğalanan gipsdən düzəldilmiş pişik balalarının boyunları kimi Akaki Akakiyeviçin boynu da həddən artıq uzun görünürdü. Onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə bir sap qırığı yapışmış olardı. Bundan başqa o elə xüsusi bir məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içərdən cürbəcür zibil tullanılan vaxt yetişərdi. Buna görə də həmişə onun şlyapasının üstündə qovun qarpız qabığı və buna bənzər zirzibil olardı. O ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi. Halbuki məlum olduğu üzrə, onun taytuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və həmişə onların üzündə hiləgər bir gülüş əmələ gətirərdi. Əgər Akaki Akakiyeviç bir şeyə baxsaydı da, orada öz təmiz, səliqəli xətti ilə yazılmış sətirləri görərdi. Ancaq gözlənilmədən haradansa bir at başı onun çiyninə söykənib, burun dəliklərindən onun yanaqlarını isti hava buraxdıqda, Akaki sətrin ortasında deyil, küçənin ortasında olduğunu görərdi. O evə gələn kimi həmin saat stolun arxasında oturub, şorbasını və bir parça soğanlı mal ətini milçəklərlə və həmin vaxt Allahın qismət etdiyi başqa şeylərlə birlikdə əsla dadını bilmədən tələsik halda yeyərdi. O qarnının get-gedə köpdüyünü gördükdə stolun arxasından durar, mürəkkəb dolu kiçik bankanı götürüb evə gətirdiyi kağızların üzünü köçürməyə başlardı. Əgər evə iş gətirməmiş olsaydı, o qəsdən yalnız öz zövqü üçün surət çıxarardı. Xüsusilə yazılı kağız üslubuna görə deyil, yeni və ya böyük bir adamın adresinə yazılmış olduğuna görə gözəl olsaydı, surətini daha həvəslə çıxarardı. Hətta Peterburqun boz səması tamamilə söndüyü və bütün məmur əhlinin hərə əlindən gəldiyi kimi aldıqları maaşa və öz həvəslərinə görə yemək yeyib doymuş olduğu saatlarda da departamentdə qələm cırıldadıb qatışmaqdan, özünün və özgələrinin zəruri işlərindən və yorulmaq bilməyən insanın könüllü olaraq hətta lazım olduğundan da artıq dərəcədə öz öhdəsinə götürdüyü işlərdən sonra hamı artıq istirahət etdiyi zamanda elə bir zamanda ki, məmurlar qalan vaxtlarını zövq içində keçirməyə tələsir. Zirək olanlar teatra qaçır, kimi küçəyə çıxıb vaxtını cürbəcür şlyapazıqlara tamaşa etməklə keçirir. Kimi məclisə gedib vaxtını məhdud məmur cəmiyyətinin ulduzu olan qəşəng bir qıza komplimentlər söyləməyə sərf edir. Kimi sadəcə 4-cü və ya 3-cü mərtəbədə 2 kiçik otağı, bir dəhliz və ya mətbəxdən ibarət mənzili olan və burada nahır və gəzintilərdən imtina etmək kimi bir çox fədakarlıqlar sayəsində alınmış lampa və ya bir başqa modalı şeylərə malik olan iş yoldaşın evinə gedir ki, bu daha tez-tez baş verir. Müxtəsər, hətta elə bir zamanda ki, bütün məmurlar öz dostlarının xırdaca mənzillərinə yığışıb qızğın vist oynayır, bir qəpikli suxarlarla sətkanlarda çay içir, uzun çubuqlarda tütün sümürür, kart paylarkən yüksək cəmiyyətdən keçib gəlmiş heç bir Rusun heç bir zaman və heç bir surətdə imtina edə bilməyəcəyi bir dedikodu nağıl edir. Ya da hətta danışmağa söz olmadıqda Falconinin heykəlinin atının quyruğunun kəsildiyi barədə bir komendata xəbər verilməsi barədə ədəbi lətifəni danışırlar. Qərəz, hamı onun əylənməyə çalışdığı belə bir zamanda Akaki heç bir şeylə əylənməzdi. Heç bir kəs deyə bilməzdi ki, onu bir vaxt bir müsamerədə görmüş olsun. O doyunca yazdıqdan sonra yatmaq üçün yerinə girib uzanır və sabah Allah üzünü köçürməyə bir şey göndərər ümidi ilə əvvəlcədən gülümsünərdi.
400 manat məvaciblə öz taleyindən razı qalmağa bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi. Və əgər yalnız titulyarlı sovetnik üçün deyil, hətta gizlin, həqiqi, saray və başqa müşavirlər üçün, hətta heç bir kəsə məşvərət etməyib və heç kəsdən məşvərət almayan adamlar üçün də həyat yoluna səpilmiş olan cürbəcür fəlakətlər olmasaydı, bəlkə o lap qoca yaşlarına qədər bu cür yaşayacaqdı. Peterburqda ildə 400 manat və ya təxminən o qədər maaş alanların çox qüvvətli bir düşməni var. Bu düşmən bizim şimal şaxtasından başqa bir şey deyil. Amma hərçənd deyirlər ki, güya bu şaxta çox sağlamdır. Səhər saat 9-da, yəni küçələr departamentlərə gedən adamlarla dolu olan bir saatda, bu şaxta əsla fərqinə varmadan bütün burunlara elə şiddətli və sancan çırtmalar vurur ki, yazıq məmurlar asla bilmirlər ki, burunlarını hara soxsunlar. Hətta yüksək vəzifə sahiblərinin də şaxtadan alınları ağrıdığı və gözləri yaşardığı bu zamanlarda yazıq titulyarlı sovetniklər bəzən çox naçar bir vəziyyətdə qalırlar. Onların canlarını qurtarmaq üçün gücləri yalnız buna çatır ki, cındır şinellərinə bürünüb mümkün qədər 5-6 küçə qaçsınlar. Sonra Şveysar otağında ayaqlarını möhkəmcə yerə döyüb, beləliklə öz vəzifələrini yerinə yetirmək qabiliyyətlərinin donunu atsınlar. Akaki qanuni məsafəni mümkün qədər sürətlə qaçmağa çalışdığına baxmayaraq, bir müddətdən bəri hiss etməyə başlamışdı ki, onun kürəyindən və çiynindən yaman soyuq kəsir. O nəhayət düşündü ki, bəlkə şinelinin bir kəmkəsiri var. Evdə şinelini yaxşıca nəzərdən keçirdikdə, o 2-3 yerdən, yəni kürəyindən və çiyinlərindən şinelin süzülüb ələyə bənzədiyini gördü. Bu yerlərdən mahud o qədər sürtülmüşdü ki, o üzü görünürdü. Astar da dağılmışdı. Bunu da bilmək lazımdır ki, Akakinin şineli də məmurlar üçün bir istehza vasitəsi idi. Bundan hətta Nəcib şinel adını da alıb kaput adlandırmışdılar. Doğrudan da bu şinel qəribə bir şəkil almışdı. Bunun yaxalığı ildən ilə kiçilirdi. Çünki başqa yerlərinin yamanmasına işlədilirdi. Yamanma işləri dərzinin çox da mahir olmadığını göstərirdi. Və şinel torbaya bənzər yaraşıqsız bir hal almışdı. Akaki işin nə yerdə olduğunu görüb, bu qərara gəldi ki, şineli dərzi Petroviçin yanına aparmaq lazım gələcəkdir. Bu dərzi hardasa 4-cü mərtəbədə yaşayırdı və ora həyətdən pilləkənlə çıxmaq lazım idi. Dərzi taygöz və üzünün başdan başa çopur olmasına baxmayaraq, əlbəttə ayıq olduğu zamanlarda və başında başqa fikirlər olmadıqda, məmurların paltarını və hər cür başqa pantolon və frakları xeyli müvəqqətiyyətlə yamaya bilərdi. Əlbəttə, bu dərzi barəsində çox danışmaq lazım deyildi. Lakin hekayədəki şəxslərin hər birinin xarakterini aydın göstərmək üçün artıq bir qayda olduğundan bizim də başqa bir çarəmiz yoxdur. Gəlin Petroviçdən bir qədər danışaq. Əvvəllər onun adı sadəcə Qriqori idi. Özü də bir ağanın təhkimçi nökəri idi. O sərbəstlik kağızı alıb əvvəllər böyük bayramlarda, sonra isə fərqinə varmadan təqvimdə xaç ilə göstərilmiş bütün kilsə bayramlarında möhkəmcə içməyə başladığı zamandan bəri Petroviç adlanmağa başladı. Bu cəhətdən o dədə-baba qaydalarına sadiq idi və arvadı ilə mübahisə etdikdə onu el arvadı və alman adlandırardı. İndi ki biz çaşıb arvadından da danışdıq. Onun barəsində bir-iki söz də söyləmək lazımdır. Ancaq təəssüf olsun ki, arvad barəsində az şey məlumdur. O da yalnız bundan ibarətdir ki, Petroviçin bir arvadı var. Başını hətta yaylıq deyil, ləçək bağlayır. Ancaq gözəllik cəhətindən həmin arvad gərək ki, çox lovğalana bilməzdi. Hər halda ona rast gəldikdə, yalnız qvardiya soldatları ləçəyinin altına göz yetirib, bığlarını oynadar və nə isə xüsusi bir səs çıxarırdılar. Akaki Petroviçin mənzilinə çıxanda haqq vermək lazımdır. Üstü çirkab sularla dolu və məlum olduğu kimi Peterburq evlərinin hamısının həyət pillələrində daim mövcud olan və adamın gözünü acışdıran spirt qoxusu verən pillələrlə çıxarkən Petroviçin nə qədər muz istəyəcəyini düşünüb, öz fikrində 2 manatdan artıq verməyəcəyini qərarı aldı. Qapı açıq idi. Çünki evin xanımı nə isə bir balıq bişirməkdə olub,
mətbəxdə o qədər tüstü əmələ gətirmişdi ki, hətta tarakanlarda görmək qeyri-mümkün idi. Akaki Akakiyeviç hətta ev xanımının özünün də gözünə görünmədən mətbəxdən keçib nəhayət otağa daxil oldu və burada Petroviçin enli və rənglənmiş bir taxta stolun üstündə Türk paşası kimi bardaş qurub oturduğunu gördü. Ayaqları iş görməkdə olan dərzilərin adətinə görə yalın idi. Hər şeydən qabaq onun